Salam hörmətli izləyicilər. Bugün mən sizə poliendokrin sindrom olan yumurtalıqların polikistoz sindromu haqqında məlumat vermək istəyirəm. Niyə görə poliendokrin sindrom deyirlər buna? Çünki burada həm yumurtalıqlarda proses gedir, həm mədə altı vəzdə, həm böyrək üstü vəzdə, həm də hipofiz, hipotalamus sistemində dəyişikliklər gedir. Bu dəyişikliklər funksional dəyişiklikdir, üzvü dəyişiklik deyil. Avropa alimləri 2003-cü ildə konsensusa gəliblər ki, əgər pasiyentdə 3 əlamətdən ikisi varsa, bu yumurtalığın polikistoz sindromunu daşıyan xəstədir. Birincisi, aybaşının aylarla gecikməyi, bəzən illərlə də ola bilər. İkincisi, qadınlarda kişi tipli tüklənmənin olmasıdır. Üçüncü isə ultrasəs müayinəsində polisistik over, yəni çoxlu follikullar olan şişmiş yumurtalığın görsənməyidir. Bu üç əlamətdən ikisi qadında varsa, o yumurtalığın polikistoz sindromlu pasiyentdir. Bəs qadın hardan bilsin ki, onda yumurtalığın polikistoz sindromu var? Aybaşı dediyim kimi gecikir, aylarla, bəzən illə. İkincisi, qadında tüklənmə olur. Üçüncüsü, qadında kökəlmə gedir və əsasən kişi tipli kökəlmə olur. O, kəmər nahiyəsində qadın kişi tipli kökəlməyə məruz qalır. Dördüncü, onun qarnının aşağı hissəsində, budlarında, qolunun altında striyalar, dəri cırılmaları olur. Beşinci isə sürtünən səthlərdə pigmentasiyanın olmasıdır. Məsəl üçün, qışların sürtünən səthində, qolun sürtünən səthində, bəzən hətta üzdə də olur bu pigmentasiyalar. Yumurtalığın polikistoz sindromunun mahiyyəti nədir? Follikul yetişib partlamır. Follikul yetişib partlamadığına görə qadında ovulyasiya baş vermir və qadın hamilə qalmır. Əlbəttə, aybaşı gecikir, bu da onu narahat edir. Diaqnozu necə qoyulur? Diaqnozu biokimyəvi analizlər verməklə, hormonal analizlər verməklə, ultrasəs müayinəsi vasitəsilə, yaxşı anamnez toplamaqla qadınlara polisistik over sindromu diaqnozu qoyula bilər. Və əziz qadınlar, bu xəstəlik fəsadı odur ki, qadın hamilə qala bilmir. Hər şeyə rağmen. Əgər müalicə düzgün gedərsə, qadın hamilə qalır. Vacib deyil ki, aybaşı düzənli olsun. Hər ay normal aybaşıya nail olaq. Pasiyenti narahat eləyən sonsuzluqdursa, biz onu hamilə edirik və qadın analıq sevincinə qoşulur. Əziz qadınlar, inanın həkimlərinizə, düzgün doğru həkim tapın. Onlara müraciət edin və polisistik over sindromundan azad olun. Diqqətinizə görə çox sağ olun.